Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri xoş gördük. Bugün sizin üçün güvən hazırlıq kurslarının 9-cu sinif üçün keçirdiyi 3-cü qrupa aid olan blok sınağının izahatı ilə tanış edək. Suallarımıza keçid alırıq. 31-ci sualda qeyd edirik ki, Şəki hakimliyinin Dərbənd hakimliyi ilə ortaq və Dəbil əmirliyindən fərqli cəhətlərini müəyyən edin. Şəki hakimliyinin Dərbənd əmirliyi ilə ortaq cəhətini müəyyən etmək lazımdır. Azərbaycan şimal-qərbində yerləşməsi bu Şəki hakimliyinə aiddir. Ona görə A yanlışdır. Xəzər dənizi sahilinin hərbi donanmanın bunlarla heç bir donanma mümkün olmayıb. 9-cu yüzilliyin ortalarında meydana gəlmişdir. 9-cu yüz ortaları da aid deyil. Yəni bu 869-da və yaxud 9-cu əsrin 60-cı illəridir. Şirvanşahlar dövlətinin asılı hala salması. Bəli, Dəbil əmrini Şirvanşahlar asılı hala salmayıb, amma Şəki və Dərbənd əmirliyini deməli asılı hala salıb. Slavyanların köməyindən istifadə etmə Dərbənd əmirliyinə aiddir, lakin Şəki hakimliyinə aid deyil. Uyğun cavabımız D variantı olar. Növbəti 32-ci sualda müasir xəritədə işarələnmiş dövlətin 8-ci yüzilliyə aid olan tarixini xəritədə müəyyən edin. Təbii ki, bu ərazinə baxırıq Çin ərazisidir. Çinə aid olan xüsusiyyətləri müəyyən etmək lazımdır. Burada çaşdırıcı sualdır. Çin döyüşündə Uyğurların məğlub olması. Çin ərəblərə məğlub olur, Uyğurlara məğlub olmur. Ona görə də bu cavabı götürmürük. Xan sülaləsi bu dövrdə 8-ci yüzillikdə mövcud deyildi. 3-cü əsrdə süqut etmişdi. Göytüklərə qarşı mübarizə aparması olar. Məsələn, Bilgə Xaqanın dövrünü götürmək olar. Ona görə C variantıdır. Növbəti suala baxsaq, növbəti sual 33-də qeyd edilir ki, 7-ci əsrin ortalarında Mannada baş vermiş üsyan nəticəsində İranzunun mərkəzləşmə siyasəti yarımçıq qaldı. İranzu 8-ci əsrdə hakimiyyətdə olub, demək A yanlışdır. Urartu milli qüvvələr Mannadan qovuldu. Bu da 8-ci əsrin ortalarına aid deyil. İkinci Sarqonun hücumu da yenə də 8-ci əsrə aiddir. Manna dövlətinin Assuriyanın tabeliyindən xilas oldu. Assuriyanın tabeliyindən xilas oldu. Xeyr, bunu da doğru götürmək olmaz. Çünki 7-ci əsrin ortalarında Aşeri hakimiyyətdən salındı. Üsyan baş verdi, Aşeri hakimiyyətdən salındı. Bu da Y uyğun cavabdır. 34-cü sualda qeyd edilir ki, verilənlər arasında hansı hökmdara aid məlumat yoxdur? Səlcuqların vəsallığına keçməsi 1-ci Fəribuz A var. Sonra Alanların yürüşdə qarşı Gəncənin müdafiəsini gücləndirməsi Əbülüsü var Şavirə aiddir. 1062-ci ildə bu hadisə ilə bağlı 1063-də Gəncə qala qapılarını inşa etdirib. Azərbaycan torpaqlarını vahid dövlətə birləşdirib Yusif ibn Əbu Sac. Sonra digər isə Salarilər dövlətin varlığına Əbülhicaz son qoyub. Deməli 3-cü fəzlə aid olan məlumat yoxdur. C uyğundur 34-də və növbəti 35-ci suala baxılaq. Periklin hakimiyyət dövründə yoxsullarla bağlı islahatların həyata keçirilməsi göstərilmişdir. Perikl eradan əvvəl 443 və 428-də hakimiyyətdə olub. Qraf qardaşlarını burada o dəqiqə çıxmalıdır, çünki Romaya aiddir. Yunan-Əhəməni müharibəsində yoxsulların orada da faal iştirak etməsi. Bəli, burada cavabımız B variantıdır. Çünki digər variantlara baxsaq, Afilyanın üsyan qalıb, tiranlığa son qoyma 6-cı əsrin sonudur. Yoxsulların hüquqlarını müdafiə edən xalq tribunları Romaya aiddir. Demosdan aristokratlar arasında mübarizənin kəskinləşməsi 7-ci əsrə aid olduğu üçün götürmürük. Burada B uyğun cavabdır. 36-cı sualda səbəb nəticəsini doğru verdiyi bəndi müəyyən edin. Bərdə şəhərinin Slavyanlar tərəfindən qərat edilməsi Albaniya dövlətinin süquta uğraması. Xeyr, bu 944-dür. Albaniya onda süquta uğramışdı. Xudafərin körpüsünün salınması Şəddadilər və Rəvvadilər arasında ticarət əlaqələrinin güclənməsi Şəddadilərlə Rəvvadilər olardı. Şirvanşahlar ola bilməzdi. Bu da yanlışdır. Ərəb qoşunlarının Dərbəndə yürüş etməsi Dərbənd hakimi Slavyanları köməyə çağırması. Bu xeyr, yanlışdır bu. Ərəb hakimliyindən əlaqəsi yoxdur. Dərbənd hakimliyi bunların heç bir əlaqəsi yoxdur. Əyanlara qarşı idi. Mərzban bin Məhəmmədin islahatlar keçməsi Xəzər dənizində hərbi gəmilər, hərbi donanmanın yaratması da bu dövrdə mövcud deyildi. Ona görə də burada Hilat döyüşündə ərəblərin Xəzərlərin hücumlarının qarşısını dayandırmasıdır. 37-ci sualda Ata xaqanlığın yaranmasına təsir göstərən Xışa ikinciliyini Toxa ikinciliyini əvəz etməsi doğrudur. Saxsı qabların hazırlanması əvvəllərin mövcud idi. Yaylaq maldarlığı, bəli, bu işlərlə kişilər məşğul olduğuna görə elə doğru cavabımız 1-3, yəni A variantı əhalinin oturaq həyata keçməsi neolit dövrünə aid olduğunu götürmürük. 38-də Xəzər xaqanlığı və Frank krallığı arasında ümumi cəhət Cənubi Qafqaza hərbi yürüş etməsi Xəzər xaqanlığına aiddir. Frank krallığına aid deyil. Pirene yarımadasının bir hissəsinin ələ keçməsi bu da Frank krallığına aiddir. Sasani dövləti ilə müharibə aparan Xəzər xaqanlığı idi. Ərəblərin Avropada irəlilənməsinin qarşısı alınması. Burada doğru cavabımız D variantıdır. Nəyə görə? Çünki Xəzər xaqanlığı ərəblərin Şərqi Avropaya,
Frank krallığı isə Qərbi Avropaya gəlişinin qarşısını alıb. Ona görə D uyğun cavabdır. 39-cu suala baxsaq, burada qeyd edilir ki, daha əvvəl baş vermişdir. Dəbildə müstəqilliyin yaranması 951, Slavyanların Alan və Sərlərlə birlikdə Yezidiyəni Şamaxını qarat etməsi 1032-33, Tiflis müsəlman əmirliyin ləğv olması 1122, Cavanşirin Albaniya dövlətini başçılıq etməyə başlaması 642, Bəzi qalasının ərəblər tərəfindən ələ keçirilməsi 837. Ona görə də burada uyğun cavabımız daha əvvəl olduğu üçün D doğru götürülür. 40-cı sualda Bizansla diplomatik əlaqələr saxlanmış tarixi şəxsiyyətlərinin sırasını müəyyən edin. Moyonçur Bizansın əlaqəsi deyil, bu Uyğurlarda, İlteris Xaqanda aid deyil, Urnayd yoxdur, Böyük Karol vardı. Məsələn, burada Frank kralı Bizansla diplomatik əlaqələr yaradıb. Ona görə də C uyğundur. 41-ci sualda Dərbənd səddi və Cavanşir qalasına aid olan memarlıq abidələrin ümumi cəhət Samur çayı sahilində yerləşməsi. Yenə də bu aid deyil, bu Dərbənd səddinə aid ola bilər. Lakin Cavanşir qalasına aid deyil, İsmailli rayonu arasında yerləşir. Erkən olsa orta əsr Alban memarlıq abidələri olması. Bəli, bunlar hamısı 3-7-ci əsrə aid olduğu üçün B uyğun cavabdır. Növbəti Atropatena və Albaniyanın 3-cü əsr tarixi üçün səcəvidir. Parfiya tərəfindən işğal edilmələri. Xeyr. Bunu götürə bilmərik. 1-ci əsrdədir Parfiyanın tərkibinə keçməsi. Haylandur Hunlarının 462-də məruz qalıblar. Albaniya özü məruz qalıb. Selevkilərin hücumuna Atropatena məruz qalıb. Roma yürüşlərinə qarşı mübarizə aparmaları bu da 3-cü əsrə aid deyil. Deməli, Sasani dövlətinin tərkibinə qatılması Atropatena 227, Albaniya isə 262-ci ildə uyğun cavabımız E variantıdır. Növbəti 43-ə baxsaq, deyir ki, tarixi proseslər məntiqi arzuğunu tamamlayın. İslami xanın Sasanilərə vergi tələb etməsi, Göytükdən Sasanilər arasında mübarizənin baş verməsi nəticədə mübarizə gedir və nəticədə 571-ci ildə müqavilə bağlanır. Bunun nəticəsində də Soqdiana vilayətini ələ keçirirlər 571-də. Deməli, burada uyğun cavabımız D variantıdır. Növbəti 44-cü sualda uyğunluq gözlənilmişdir. Alan tayfalarının talanları məruz qalmışdı Albaniya, düzdür, 72-74. Fars sürməyə qarşı yönəlmişdi Baryaks. Baryaks Makedoniyaya qarşıdır, səhvdir. Magneziya döyüşündə qələbə qazanmışdır Romalılar, doğrudur. Burada da 2 doğru cavab istədiyinə görə elə 1-3 uyğun cavabımız C variantıdır. Atropatenanın paytaxtına çevirmişdi İzirtu deyil, Qazaka idi. Deməli, burada 1-3-dür. Növbəti 45-ci sualda Əbülhicanın varislərinə olan Vəsudanın dövründə ölkə daxilində bir sıra tədbirlər həyata keçirilib. 28-də Sultan Mahmud Qəznəvli tərəfindən məğlub edilmiş Oğuzlardan 2000 ailə Azərbaycana üst tutdu və Sudan onları dostasına qəbul etdi. Onun bu addımı türklərin mövqeyi üçün daha da gücləndirdi. Azərbaycan şimalında türklərin mövqeyi daha da möhkəmləndi. Bunun nəticəsində təbii ki, Rəvadilər dövlətinin 28-də onun tərkibinə qatılması Rəvadilər dövlətinin qüdrətini daha da artırdı. Ona görə də burada B variantı uyğun cavab olur. 46-cı sualda 5-ci yüzilliyin əvvəllərində Çiy Asiyada Yunan şəhər dövlətinin üsyanının səbəbi təbii ki, Drakon qanunları olması 7-ci əsrə aiddir. Dorilərlə bağlı olmaz, çünki 2-ci minliyə aiddir. Afina Sparta müharibəsi 4-cü əsrin ikinci yarısına, 5-ci əsrin ikinci yarısına aiddir, səhvdir. Makedoniya işğalına məruz qalması Çiy Asiyanın, bu da 4-cü əsrə aiddir, 334. Əhəməni zülmünün hökm sürməsi, bəli, burada Y variantı uyğun cavab olur. Növbəti 47-ci suala baxsaq, 47-ci sualda qeyd edilir ki, verilənlərin hər üçü aid xüsusiyyətlərin aid olduğu ərazini müəyyən edin. Uzun müddət Ərəb əmirliyi mərkəzi olmuşdu. Məziyyətlər tərəfindən yarımüstəqil feodal dövləti yaratmışdı. Slavyanların talanlarına məruz qalmışdı. Bu Bərdə şəhəridir. Bərdədə yarımüstəqil əmirlik yaranmışdı. Sonra paytaxtı Gəncəyə köçürmüşdü. Burada da Bərdə 2 rəqəmi göstərmiş ərazidə də B variantı uyğundur. 48-ci sualda orta paleolit dövrünə ibtidai insanlar aid deyil. Süni yolla od əldə edə bilər, doğrudur. Təbiət qüvvələrinə bağlı inanclar var. Daşları cilalayıb deşirdilər. Bu neolit dövrünə aid olduğuna görə burada doğru cavabımız C variantıdır. Axiriyyət dinəsinə inan və ovçuluq yığıncına məşğul olması doğrudur. 49-cu sualda Axund, Qəznəvi və Ərəb xilafətinə aid olan xüsusiyyətlər. Eftalitlər dövləti kimi tanınan Axunddur. Deməli, A1-ə. Katalan döyüşünə qələbə qazanan, deməli, bunların heç biri qələbə, ümumiyyətlə Qərbi Hun və deməli, Qərbi Hun və Qərbi Roma arasında baş verdiyinə görə bunların heç birinə aid deyil. Sasani dövlətinin süquta uğranması Ərəb xilafətinə aiddir. Sonra Hindistan şimal qərbinə keçirən
Qəznəvilər, deməli ələ keçirən Ərəb xilafəti, Axund, bunlar hər birinə aiddir. D-bəndi ortaq gedəcək. Samanilər dövlətinin ərazisinin bölüşməsi Qəznəvi dövlətinə, Qəznəvi və Qaraxanlı dövlətinə aiddir. Deməli burada 1-də olur A. Deməli 1-də oldu A, 2-də Y, 3-də C, 4-də D, Y variantı uyğun cavab olur. Burada və növbəti 50-ci suala baxsaq, burada 10-cu əsrin 2-ci yüzilliyində Ərəb xilafəsinin Azərbaycana qoşun göndərməsinin səbəbi nə idi? Dərbənd hakimi xəlifədən kömək etməsi yanlışdır. Müsafirin başçılığı üsyan 8-ci əsrə aiddir. 10-cu əsrə aiddir. Saray hökmdarlığının xilafətə qarşı mübarizə hazırlanması. Bu da aydın deyil. Burada Yusuf bin Əbu Sacın müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Yəni xəracı dayandırması ilə bağlıdır. 912-ci ildə D uyğun cavabdır. 51-ci sualda Karl qohumlarına Frank əyanlarına torpaq payladı. Əyanlar bu torpaqlarda yaşayan haldə yığdıqları vergilər hesabına özlərinə, dəstələrinə aid ölçülərə aid silah-sursat almalı edilər. Karlın vaxtında şərti olaraq verilən bu torpaqlar sonradan irsən keçməyə başladı. Bunun nəticəsi nə oldu? Təbii ki, zəiflədi. İrsən keçən torpaqlar və Frank imperiyası zəifləməyə başlayır. Burada da uyğun cavabımız C variantı. 52-ci sualda qeyd edilir ki, Xürrəmilər hərəkatı, Məzdəkilərin ideyalarının davamçıları olması, Abbasilər xilafətinə aid baş verməsi, ilk çıxışlara Babəkin başçılıq etməsi yanlışdır. Ərəb dövlətinin parçalanma prosesinin sürətlənməsi. Bəli, bunun nəticəsində Ərəb xilafəti parçalandı. Doğru cavabımız B variantıdır. Digər variantlara baxsaq, yenə də təbii ki, Həştəsər döyüşündə məğlubiyyət uğraması yanlış olar. Bərzəndin hərəkatın mərkəzinə çevrilməsi bu ərəblərdir. Bərzəndə köçüb Afşin xəlifənin sülh təklifinin qəbul olunması yanlışdır. Elə B uyğun cavabdır. 53-cü sualda xronoloji yaradıcılıq Abbasilərin hakimiyyətə gəlməsi 750, Satıq Buraxanın İslamı qəbul etməsi 932, Frankların Suason döyüşündə qələbə qazanması 486, Göytüşlərin Kürşad düşənbaşlığı 639. Burada uyğun cavab olur 3, 4, deməli 3, 4, 1, 2 uyğun oldu. 54-cü sualda Sasani şahlar atəşpərəstliyi yaymaqda məqsədi nədən ibarətdir? Əsarət altında qalmış xalqları itaətdə saxlamaq doğrudur. Cizyə ərəblərin dövrünə aiddir. Ölkə daxilində elm və mədəniyyət inkişaf etmək yanlışdır. Xristianlığın təbliğatının qarşısını almaq. Bəli, təbii ki, xristianlığa qarşı idi. Burada 1, 4 uyğun oldu 54-də və 55-ci suala baxaraq Xan sülələsindən fərqli olaraq Sin sülələsinin hakimiyyət dövrünə Konfutsi təlim tərəfdarlarına divan tutuldu. Doğrudur. Qırmızı qaşlılar Xan sülaləsinə qarşıdır. Sin səddinin əsası qoyulub. Doğrudur. Burada da yenə bir üst düzdür. Növbəti Midiya hökmdarı Aztek və Uyğur xalqlarının Bölgü xalqlarına aid olan xüsusiyyətdir. Hakimiyyəti onun dövlətin sonuncu hökmdarı olması. Bu Aztek aiddir, amma Bölgü xalqlarına aid deyil. İskitlərlə müharibə aparmayıblar. Dövlətin hərbi gücünü zəiflədən siyasət yürütmüşlər. Doğrudur. Çünki yürüşləri dayandırmışlar. Yeni dilin təlimlər, məsələn, zərdüştlük, burada maneçilik. Uyğun cavabımız ona görə də 3-4-dür. 57-ci sualda uyğunluğu müəyyən edin. Ərəb-Sasani müharibələri, Ərəb-Xəzər müharibələri bunlardan aid olan. Safalan döyüşdə ərəblərin məğlub olması Ərəb-Xəzər müharibələrinə aiddir. Əbu Müslimin Xəzərlərə qarşı üsyan. Əbu Müslim Xəzərlərə qarşı deyildi, Abbasilərə, Əməvilərə qarşı idi. Bu yanlışdır. Sasani dövlətinin süquta uğradılması Ərəb-Sasani müharibələrinə aiddir. Ərəb qoşunlarının Bərləncələrə keçmələri Xəzər müharibələrinə aiddir. Deməli, D-bəndi 2-yə gedəcək. Kasiya döyüşünə 636-cı ildə Ərəb-Sasani müharibələrinə aiddir. Burada C-yi və A-D uyğun cavab olur. Növbəti suala baxsaq, burada Xəzər dənizinin vasitəsilə Köy çayının mənsəbinə çıxmış ruslar Bərdəyə çatdılar. Burada çox keçmədən gözlənilən bir hadisə baş verdi. Epidemiya baş verdi. Təbii ki, bu Slavyanların Bərdəni ələ keçirməsi ilə nəticələndi. Burada deyir ki, 11-ci Şamaxıda baş verən hadisənin ortaq cəhət burada qarətçilik məqsədinə görülən işlərdir. Mənbədə və tarixi bilgilərə əsasən rusların Bərdə şəhərini tərk etməsinin səbəbi yolxucu xəstəliklərdir, epidemiya yayılır, o səbəbdəndir. Mənbənin sonra saraylarının uğursuzluğa təsir göstərən xarici faktoru, təbii ki, Mosul əmirinin cənubdan hücumu ilə bağlı. Mərzban Məhəmməd Bərdəyə aid olan hücumu yarımçıq qoydu və bütün gücünü cənuba doğru hücum elədiyinə görə Bərdənin müdafiəsi yarımçıq qalmışdı. Dinlədiyinizə görə təşəkkür edirik. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Çox sağ olun.